Mən ABŞ iqtisadiyyatına niyə görə inanıram və düşünürəm ki, prinsip işlə növbəti 20-25 ildə dayanıqlı olacaqdır. O 2011-ci ildə çıxan kitabımda mən onu qeyd etmişdim ki, ABŞ-nin yeganə yolu yenidən sənayeləşmədir. Onlar lazımsız xidmət sektoruna yönəliblər, offshoring eləyiblər və itiriblər. Əhali işləmək istəyəcəkmi orada? Əhali, maraqlıdır. insan psixologiyası perspektivindən onu anlayıram ki, əhali hər şey öyrəşir. Yəni ki, siz Hitler Almaniyasını götürün də, çox yüksək təhsilli, ağıllı insanlar birdən-birə uşaq qatillərinə çevirdilər də. Yəni ki, əhali 2 dəqiqənin içində belə dəyişə bilirsən də. 2 dəqiqə də 2 il ərzində. Əgər Hitler insanları uşaq qatil edə bilibsə 2 il ərzində, onlar da fabrik işçiləri sənədə işlədəcəklər. Cənub ən azından bu olacaqdır, hardasa qayıdacaqdır. Sadəcə bunlar biraz yavaş-yavaş baş verən hadisələrdir də. Və Amerikanın ən böyük problemi demokratiya problemidir. 4 ildən bir prezident dəyişir də. Yəni indi bilmirsən indi Trump gedəndən sonra yerinə Mamdani gələcək, yoxsa onun iqtisadi siyasəti hara fırlanacaqdır. Mən düşünürəm 25 illik ultrasolçuluq, latent kommunizm dövrü bitibdir. Ona görə indi ekstra sağçılıq başlayıbdır da. Yəni bu tərəfi həddən artıq sağa doğru çəkilibdir. Həm Amerika qitəsi, həm Avropada yavaş-yavaş ultra sağçılara qarışır. İndi sonra da bunu denəyəndən sonra mərkəzə doğru nəsə bir ağlabatan bir şey olacaqdır sonda. Amma Amerikanın yenidən sənayeləşməsi düşünürəm ki, həmin bu onların iqtisadiyyatını dayanıqlı edə biləcəkdir. Yəni ki, Trump davam edə bilsə bu yolu və ondan sonra J.D. Vance gəlsə, ya da Rubio gəlsə, kimdirsə bunu davam edə bilsələr. Nəticələr prinsip içində görünür. 2009-cu ilin ən aşağı səviyyəsinə düşübdür onların ticarət defisiti. Yəni ki, prinsipçi işləyir, tarifləri işləyir.